Həyatım, hazırladığım bu spa Galina Blanka lazımdır. Gedim alım gəlim, yoxsa bunu da evdə hazırlayasın. Heç yerə getməyəcəksən. Galina Blankanı dedi. Özüm hazırlayacağım. İlk olaraq bu çiğdən olmalıdır. Mən kənd toyuğunu azca pişirdim ki, tez pişsin. Qazana 2 ədəd kökümüzü doğrayırıq. 2 ədəd soğanımızı doğrayırıq. 2 ədəd rəngli biber doğrayırıq. Zövqə görə 1 diş sarımsaq. 2 ədəd dəfnə yarpağı. Zövqə görə 1 dəstə şüyüd və yaxud da kərəviz. 1 xörək qaşığı duz əlavə edirik. Sırf Galina Blankanın tamını almaq üçün yarım xörək qaşığı xmesin ədiyyatı əlavə edirik. Ən sonunda üzərinə çıxacaq qədər sırf ətindən qaynatdığım bulyonunu əlavə edib pişməyə qoyacağam. Ətlərimiz artıq tam həll bişdi sümükdən ayrılana kimi. İndi isə sümükdən ayıracağıq və daha sonra blenderdən keçəcəyik. Hazırladığımız bulyonu 3-4 saatlıqla buzxanaya qoyuruq ki, özünü tutsun. Baxın, belə formada olur. Siz kiçik və yaxud böyük ölçüdə kəsə bilərsiniz. Mən bu cür formada kəsdim. Galina Blankanı suplarda, makaronlarda və yaxud qızartmalarda hər hansı bir yeməklərinizin üzərinə tökərək istifadə edə bilərsiniz.